Sən oğlansan, sən gələcəyin kişisisən, sən ailə başçısısan, ağlamaq olmaz, emosiyalarını, hisslərini göstərmək olmaz. Mənə nə deyərlər? Nə fikirləşərlər? Övladın 3 valideyni var. Anası, atası və anası atasının arasında olan münasibət. Əslində insanın gəlməli olduğu yer, durmalı olduğu yerdir. Nəsə bizə orada sual qalıb, biz tam onu anlamamışıq. O niyə bitdi? Çünki biz onu bitirmək üçün başlamamışdıq. Bu əslində mənim deyilmiş. Bu hiss, bu fikir kimə aiddir? Mənə mi aiddir? Emosiyalar bizə mane olur. Hələ bu bir romantik münasibətsə özəlliklə. Beynimiz əslində bizlə çox güclü oyun oynayır. Beynimiz əslində heç nəyi unutmur. Sadəcə onu depolayır. Niyə? Nə vaxtsa lazım ola bilər deyə və yaxud da bizi qoruma mexanizmidir bu. Ki, dayanmaq, baxmaq, fərqində olmaq, həll eləmək istəyirəm ya yox. Bizim hərəkətlərimiz real addımlar sayılır, sözlərimiz yox.